Salam hər kəsə, məni dinləyən hər kəsə. Çox xahiş edirəm bu videonu axıra kimi baxasınız. Mən Nəsirova Laləzar Elman qızı, Milli Məclisin deputatı Elman Nəsirovun ilk nikahından, yəni ilk rəsmi nikahından olan evladıyam, tək yeganə evladıyam. Mən, atam və anam, mənim 4 yaşım tamam olmamış, onlar rəsmi şəkildə ayrılmışdılar. Mən anamın himayəsinə verilmişəm. Mən heç vaxtı yəni öz kimliyimi hər zaman gizlətmişəm, belə videolar çıxış etməmişəm. Həmişə çalışmışam ki, atamın işinə, iş nüfuzuna heç bir zərər, ziyan toxunmasın. Və hər dəfə mən onu tərəfini saxlamışam, müdafiə eləmişəm. Öz ailəmdə, qurduğum ailədə dəfələrlə o təhqir olunub, dəfələrlə mən alçaldılmışam. Amma hər zaman mübarizə aparmışam ki, mənim atama söz deyilməsin. Buna Allah şahiddir ki, mən hər zaman onun tərəfini tutmuşam. Baxın, bunu görsədim, oxuyun. Mən ailə qurduğum üçün Əliyevadır. Başqa sənədləri göstərərəm. Nəsirova Əliyeva Laləzar Elman qızı. Mən birazdan atamla anamın toy şəkillərində paylaşacağım. Qoy sübut olsun hər kəsə. Mən ailə qurmuşam. Atam mənimlə heç zaman maraqlanmayıb. Nə yemişəm, nə içmişəm. Heç vaxtı mənə bircə dəfə də olsun zəng eləməyib. Mənim ad günlərim olub, mənim ailə qurduğum olub. Heç vaxtı mənə nə bir zəng eləyə, nə mənim bir çətin işimdə yanımda ola, nə məktəbimə gələ. Həmişə tək olmuşam. Nə əziyyətlər çəkmişəm, heç zaman bilməyibdi. Heç vaxt məndən görüşməyibdi. O öz evini, hal-hazırdakı onun yaşadığı evi, mən ilk dəfə 9 yaşımda mamam çox ağlayırdım, atamı istəyirəm. Məni mamam göndərdi atamgilə, o vaxt Xalqlar Dostluğunda qalırdı. Ailə qurmuşdu, yəni ögey anam məni saldı çölə 9 yaşım. Dedi ki, ya bu çıxıb getməlidir, ay Elman, mənim atama, ya da mən səndən boşanıram. Üzr istəyirəm, o da o vaxtda ikinci övladına, bətnində övladı var idi, yəni hamilə idi. Məni atam zəng elədi anama ki, gəl qızıvı apar, ya da onu kəndə göndərəcəm. Burada onu ögey anası zəhərləyər, başına iş gətirər. Bax belə, yəni ondan sonra da atam ev telefonunu, atam adresini məndən gizlədir. Atam ümumiyyətcə anamdan çəkindiyi üçün, anamdan verdim, çəkindiyi üçünmü deyim, nə üçünmü deyim, bilmirəm. O ev telefonunu, o yaşadığı evi hal-hazırda məndən demir, gizlədir. Mən bilmirəm o harada yaşayır, onun ev telefonunu bilmirəm. Məni də bütün 2 nömrəm var, hər 2 nömrəmdən atıb bloka, nəyə görə onu da deyəcəm. Mən elə belə atamın belə laqeydliyindən, ana nənə himayəsi